galib olan Allah'ın adıyla. Heysan veren hanımların vahşidesine həbs olunması, belki de esir edilmesi, ölkədə bütün hüquq qaydalarının bozulması, insani değerlerin ayak altına alınması demektir. Ana, bacı, hanım kimi cəmiyyətdə ehtiram olunan zərif cinsə bu tür təcavüz, milli dəyərlərimizə qarşı xəyanət dalğasının qırmızı xətləri açdığını göstərir. Azərbaycan xalqına çox acıyıram. Addım-addım üzərimizə gələn bəlaya qarşı tədbir əvəzinə qulaqlarını və gözlərini bağlayaraq özlərini yuxuluğa vurublar. Bəlkə də bu qorxunu hiss etməmək üçün bu qədər xəbərdarlıqları bilməzdən gəlirlər. Amma susmaq, bəlanı dəf etmədiyi kimi zalim və xain rejimə daha çox cəsarət verir. Ölkədə fuhuşun, narkomaniyanın, səfalətin çoxalması, ailə dəyərlərinin yox olması, keyfiyyətsiz qidalar, əlil körpələrin çoxalması, uşaqlara qayğısızlıq, qazi intiharları, qazi narazılıqları, qüdrətli qonşu ölkələrlə davamlı yaşanan narazılıqlar və saysız hesabsız müşküllər ölkədə yad maraqların at oynatmasından xəbər verir. Ölkənin xarici siyasətində İngilis maraqları aşkar görünür. Tarixi təcrübəmizə əsaslanaraq demək olar ki, 1918-1920-ci illəri əhatə edən Cumhuriyyət dövründə də bugünkü kimi İngilis yönümlü vassal hakimiyyət forması mövcud olmuşdur. Unutmayın ki, Zulqların Fələstinə gətirilməsi və müqəddəs məkanda möhkəmlənib yerli xalqa amansız divan tutmaları İngilislərin əli ilə baş vermişdir. Bugün eyni senari bizim də ölkəmizə yeridilməkdədir. Orta məktəblərin bərbad vəziyyəti, dərslərin zəif keçirilməsi, yanlış tarixi oxudulması, millətin əlavə xərslərlə balaları üçün müəllim icarə etmələri milli faciədən başqa bir şey deyildir. Cuhudların ölkəyə köçürülməsi, cuhud məktəblərində yüksək səviyyədə dərslərin keçirilməsi, gələcəkdə mühüm hakim vəzifələrə cuhudların sahiblənəcəyinə şübhə doğurmur. Təbii ki, ölkə daxilində cuhudlar üçün bu şəraiti, satqın ailənin xəyanəti ilə dövlətin bütün strukturlarına sahiblənmiş, qaniçən, uşaq qatili, müqəddəs Fələstin torpaqlarını qəsb edən din düşmənimiz, bədnam ali cuhud evlatları olan qondarma İsrailin cəsus şəbəkəsi yaradır. Nə bəladırsa, İsrailin, Amerikanın, İngilisin dünyada bütün düşmənləri bizə düşmən, dostları bizə dost edilmişdir. Halbuki müqəddəs kitabımız Quran bizə dost və düşməni aşkar göstərmiş və siz düşmənlərinizin dinini qəbul etməyincə sizi qəbul etməzlər demişdir. O səbəbdir ki, ölkəmiz İslama düşmən olan ölkələrin senariləri ilə onlara oxşayaq deyə sürətlə fuhuşa, narkomaniyaya, dinsizliyə sürüklənir və bütün dəyərlər, xüsusən ailə dəyərləri məhv edilir. Minlərlə dindar kəsimin, başda Hacı Talih olmaqla onlarla ruhani qardaşların zindana atılması, məscidlərdə onlarla əhl-i beytə bağlı din xadimlərinin vəzifədən uzaqlaşdırılması, hətta dövlətə yaxın münasibətləri qoruyan Hacı Şahinin məmmalı ölümü təsadüf deyil. Qeyd etmək olar ki, uzun müddət davam edən Qarabağ savaşı belə erməni beyninin məhsulu olmamışdır. Xalqımıza qarşı fiziki, dini, milli, mənəvi terror düzənlənir və həyata keçirilir. Ölkəmizə daşınmaqda olan təkvirçi IŞİD, yəni Vəhhabbi terroristləri daha ağır faciə ilə üzləşəcəyimizin xəbərçisidir. Eyni zamanda planlı olaraq boşalmaqda olan yerimizin ölkəyə daşınan cuhud siyonist evlatları ilə doldurulması prosesi artıq icra olunur. İstəyirəm aydın olsun ki, əslində zindana şər və böytanla, narkotik və ya cəsus damğaları ilə ittiham edilib əsir edilən dindarlar və qeyri-dindar kişilər, İmam Hüseyin adına verilən Eysan süfrəsində həbs olunan xanımlar Azərbaycan xalqının özüdür. Xalqımızın dini kimliyidir, imanı, namusu, qeyrətidir. Əlində qüdrət olduğu halda və Netanyahu, Trump kimi insanlıq düşmənlərini də arxasına alan Əliyev rejimi nədən qorxaraq zahirdə zəif görünən 6 xanımı həbs etsin? Axı bu xanımların qorxulu tərəfi nə? Hacı Talihin canı nə ki, bu qədər qorxuludur? Zalim hakimiyyətə ruhani və dindarlar niyə xeyr eləmir? Seyyidə Şəhlə xanım hansı gücə sahibdir ki, neçə ildir ölkəni işğal etmiş cuhudlara meydan oxuyur? Satqın ailə rejimi niyə bu xəstə xanımın qorxusundan zəncir çiynəyir? Az sayılı olan bu şəxsiyyətlər bütöv bir millətin ruhunu daşıyır. Azərbaycan xalqı Allahın inayəti ilə axirət zamanın dəhşətli qaranlığında xalqa işıqlı sabahın yolunu nişan verən Əhl-i Beyt əleyhissalamların nurundan bəhrələnmiş, cəsur evlatlarını yetişdirə bilmişdir. Həmd olsun. Bizlər talihlərin, şəhlaların timsalında Kərbala məktəbinin şagirdlərini görməkdəyik. Kərbala məktəbinin düşmənləri olan Ali Cuhud və onların daxili əlaltıları bugün bütün gücü ilə ölkəmizdə xalqımızı Hüseyin əleyhissalamdan ayırmağa çalışırlar. Amma biz bəyan edirik, Azərbaycan xalqının ruhu Ali Məhəmmədə məxsusdur. Azərbaycan xalqının mayası zaten Hüseyin əleyhissalamın qanı ilə yoğrulmuşdur. Siz talihləri, şəhlaları öldürə bilərsiniz, zindana ata bilərsiniz. Amma siz onların mənsub olduğu məktəbin müqabilində qiyamətə qədər məğlubiyyətə məhkumsunuz. Siz, ey Ali Cuhud, ey iblis evlatları və onların əlaltıları, biz Ali Məhəmməd evlatlarına gün kimi aydındır ki, siz zindana məhkum etdiyiniz talihin Hüseyni kimliyindən iblis bismillahdan qorxduğu kimi qorxursunuz. Eyni qorxu ilə siz Şəhla xanımın Zeynəbçi kimliyi önündə zəlil və xar olmuşsunuz. Zeynəb salamullah əleyha Yezidin sarayını viran etdiyi kimi Şəhla xanım sizin səltənət həvəsinizi qursağınızda qoyub. Ey Azərbaycana qanlı caynaqlarını keçirmiş iblis törəmələri, Siyonist Əliyev rejimi, qulaqlarınızı şəkləyin. Arxanızda Erdoğan, İsrail, İngiliz kimi türk və güclü rejimlər dayandığını iddia edirsiniz. Xalqın sizdən razı olduğunu iddia edirsiniz. O zaman zindana atdıqlarınız sizi niyə qorxudur? Hüquqlarını bərpa edin, sərbəst buraxın. Qoyun onlar da öz xidmətlərini xalqa azad ifa etsinlər. O zaman baxarıq xalq kimə xain deyir. Əlbəttə bu cəsarət sizin işğalçı, qatil, xain kimliyinizdən uzaqdır. O zaman əmin olun ki, Azərbaycanın Hüseyni kimliyi zillətdən uzaqdır. Siz Azərbaycanda Allaha müharibə elan etmişdiniz. Siz ölkəmizdə Hüseyin əleyhissalamın adından belə qorxursunuz. Azərbaycan Hüseyni millətdir. Bu səbəbdən Şiə kimliyinə düşmən kəsilmisiniz. Amma unutmayın, mütləq qalib olan Allahdır. Hüseyin sağır Allahdır. Ləbbeyk ya Məhdi.